Gündürü çok değil, zikzak edecek şey yazın gibi. Gel. Yatır oğlum. Səhərə yaxın 5:38-də Aylıqdakı dur gəzməyə gedir. Neçə vaxt getməz. Bu da ne? Bu qalxar. Adam oturduqca şey olur. Həssən düşür. Hadi bir dəfədən aldım götür orada. Ya Allah. Sən də təqibsən. Oturda mafiyyə. Hal-hazırda Kepez'in zirvesine az bir yolumuz kalır. İlerleyirik. Artık gün çıkmak üzeredir. Aşağıdan da gelenler var. Görünürəm yoksa yok. Ama hala ki yol var. Gelirik. Yukarıda da çekiliş olacak. Böyle. Artık zirveye az bir mesafe kalıptı. Gün çıkmak üzere de artık. Ümid ederim ki gün çıkmamış. Biz zirveye çıkacağız. Gördüğünüz gibi bizden ileride olanlar da var. Git. Böyle. Yaxşıca kardiyo eləmişəm. Qəşəng tərləmişəm. Hədsiz dərəcədə çox uzun məsafədir. Bəlkə də uzun deyil, amma təbii ki, yuxarı istiqamətdə qalxmaq istənilən halda çətindir. Çox uzun məsafədir. Mənə yerə qədər maşınla, daha sonra da piyada. Ancaq piyada. Belə. Mənzərəni sizə göstərirəm. Gördüyünüz kimi çox möhtəşəm görüntülər var. İndi biz Kepez Dağı'nın arxa hissəsində, əslində uçurum olan hissəsi o zirvənin o tərəfindədir. Ora çatdıqda da çəkiliş eləyəcəyik. Hələ ki davam edirik. Bax belə. Möhtəşəmdir. Gözəl. Temperaturlardasa 15-16 dərəcədir. Ama üşümürük. Niye? Çünkü terin içindeyik.
Bir daha salam, hər vaxtınız xeyir olsun. Və finish hal-hazırda demək olar zirvədəyik. Həmin o sıldırım olan hissə ki var. Həmin o dağın o zirvəsindəyik. Çox maraqlıdır. Hələ ki oraları görməmişəm, elə görəcəyik o hissəndə. Burada Cavad xan zirvəsi var. O zirvəyə yaxınlaşırıq. Olduqca möhtəşəm mənzərədir. Demək olar ki, gecə saat 1-in yarısından evdən çıxmışıq və oradan gəldik Toğanıya. Toğanadan gələndən sonra turla birləşdik və turdan sonra uzun bir Willis yolculuğundan sonra, yəni Willislə çox çətin yollar idi. Nə bilim, dağlı, kəsəkli, palçıqlı belə gəldik müəyyən bir yerə qədər. Hardasa 2 saat yarım olar ki, yuxarı piyada qalxırıq. Gəlmək istəyənlər yəni nəzərə alın ki, gecə gəlsələr işıqlarınız mütləq olsun. Sonra əlinizdə belə bir şey olması lazımdır. Yəni ağac ola bilər, nəsə ola bilər. Sonra nə ola bilər? Əyniniz qalın olsun, birinci üst geyim götürün. Bir də çıxanda çalışın ki, nazik geyimlə çıxın. Onsuz da istilib təriyəcəksiniz. Bir dənə altdan bir paltar götürün ki, sonradan əyninizi dəyişə biləsiniz. Belə, yəni gəlin zirvəyə doğru yaxınlaşırıq. Həmin o sıldırım, möhtəşəm mənzərəni bir yerdə görək. Belə. And finally. Və gördüyünüz kimi həmin o möhtəşəm mənzərə. Həmin o sıldırım. Az qalır ki, insanın gözlərini axıdıb aparsın aşağı. Gördüyünüz o göldəki hər birinizə tanışdır. Maral göldür. O aşağı da həmişə gəldiyimiz, uzaqdan gördüyümüz Göygöl. Biraz uzun görsənirmi orada? Burada Maral göldür və biraz dumanlıdır. Dumanlı olduğuna görə kəndlər falan biraz görsənmir. Belə. Mən çək. Belə gəldik. Maraqlıydı. Ümid edirəm ki, maraqlı bir video alındı. Belə. Görüşərik. Sağ olun.